Salam əziz izləyicilər, hər birinizi kanalımda xoş gördüm. Bugün mən sizin kompüterinizdə olan qurğuları, yəni RAM-ları, sonra video kartları necə rahatlıqla baxmaq olar, prosesorunuzun adını, markasını necə rahatlıqla baxmaq olar onu göstərəcəm. Bunun üçün mənim kompüterimə, yəni gördüyünüz kimi burada mənim kompüterim, bu kompüter düyməsinə bir dəfə vurursunuz, sol düymə ilə, sonra isə xüsusiyyətlər düyməsinə gəlirsiniz. Xüsusiyyətlər düyməsində gördüyünüz kimi burada bizim kompüterimizdə olan qurğular, yəni RAM, prosesor, sonra video kart, bunların və yaddaşı göstərir. Burada gördüyünüz kimi desktop, yəni kompüterin adı desktopdur. Prosesor Intel Core i3 7100U 2.40 GHz, 8 GB RAM var, video adapteri Nvidia GeForce 810 2 GB, yəni bu əlavədəndən quraşdırılmış, yəni kompüterin özündə quraşdırılmış video kartdır. Burada isə görsənə Intel HD Graphics 620 128 MB-lıq video kart, bu prosesora aid, yəni i3 7100U'ya aiddir. Burada isə pamyat var, yəni 466 GB, kod устройства var, kod produkt var, tip sistem var, yəni neçə bitdir, bunu burada göstərilir. Və bir asanlıqla bir bölməni göstərim. Kompüterdə Ctrl, Alt və Delete düyməsinə bir anda vurursunuz və sizin qabağınıza tapşırıq menecer gəlir. Tapşırıq menecerinə bir dəfə kliklədikdən sonra və yaxud da Task Manager, ingilis dilində Task Manager gəlir. Bu çox vaxt aşağıda olur. Tapşırıq menecerinə bir dəfə klikləyirsiniz. Kliklədikdən sonra burada podrobniya, yəni rus dilində əlavə. Bütün tapşırıq menecerində sizə açıq aydın bütün kompüterin məlumatları göstərilir. Burada gördüyünüz kimi mən əvvəlki videoda bu torrent yükləmişdim. Bu mənim əməliyyat sistemimdə, üzr istəyirəm, əməliyyat daşıma, yəni RAM-ımda 16 megabit sürət götürür. Yəni burada pamyat var, 67% istifadə olunur ümumi. Google Chrome 497 megabit saniyə çəkir, sürət çəkir. Sonra isə burada gördüyünüz kimi, yəni bütün kompüterdə olan prosesorun, RAM-ın, qrafik video kartın hamısının bütün məlumatlarını siz burada görə bilərsiniz. Yəni oyuna girib çıxdıqdan sonra əgər sizə maraqlıdırsa, nə qədər sizin kompüter belə naqruzkada olursa, yəni güclə düşürsə, onu rahatlıqla baxa bilirsiniz. Burada gördüyünüz kimi mənim prosesorum çox az 2% istifadə eləyir, yəni gücdən 2% istifadə eləyir. Burada gördüyünüz kimi yəni istifadə var 4%, proses 214 ədəd, patok 290 2950. Sonra burada Premier Robot var, yəni neçə dəqiqə və yaxud neçə saat, neçə gün istifadə olunur onu göstərir. Pamyat var, burada əməliyyatlar, RAM. Burada gördüyünüz kimi 5.3 GB istifadə olunur. Ümumi 8 GB-dir. Burada gördüyünüz kimi 8 GB DDR3-dür. Disk var, yəni hard disk, yəni depolama alanı, yəni yaddaş. Burada da gördüyünüz kimi mənim kompüterin HD, yəni sərt diskidir bunda. Sərt diskinin kodu yazılıb. Burada gördüyünüz kimi neçə megabit saniyə çəkir, storage zapsı var, yəni yaddaşa yazma surəti var. Sonra Wi-Fi var, Wi-Fi-ın da burada siqnalın, yəni alış və çəkiş güclərini burada görə bilirsiniz. Burada 0 kilobit yazır, sonra qalxır. Burada adapter var, Wi-Fi, hansı Wi-Fi modeminə qoşulub onu göstərir. Yəni elsəvər. Sonra burada tip podключения, yəni hansı təhlükəsizliyin kodudur bu, 802.11.n. Bu çox vaxtı qabağında B, G, N hərfi yazılmalıdır. Sonra burada IP adresi var, IP adresləri var burada. Urban siqnal, yəni ki, siqnal gücü var. Burada isə qrafik proses var, yəni GPU, yəni video kartın belə deyək, şkalaları var. Yəni burada oyunda siz oyuna daxil olanda, oyunda nə qədər güc çəkir, buradan rahatlıqla kompüterdə Windows pəncərə düyməsinə vurub, avtomatik gəlib burada baxa bilirsiniz ki, nə qədər güc çəkir kompüter. Belə izləyicilər, burada isə bizim video kartlarımız var. Yəni video kart biri
Nvidia-dır, biri isə Intel HD Graphics 620. Bildirdiyim kimi CPUI, yəni kompüterin öz prosesorunda olan video kartdır. Burada isə ikinci, yəni əlavə video kartdır. Burada isə gördüyünüz kimi Nvidia GeForce 810M var. Burada da gördüyünüz kimi operativlə, yəni bunlar hamısı bir-biri ilə kompüterin əməliyyatdaşı ilə bir yerdə işləyən kartlardır. Burada versiya driverim var. Sonra data nə vaxt yəni düzəlib, nə vaxt işlənib onu göstərir. Direct var, gördüyünüz kimi Direct və belə deyim, neçə dənə kompüterin ekranına yönləndirilirsə ona kimi göstərir. Yəni burada gördüyünüz kimi bir устройство var, yəni kompüterin öz ana ekranıdır və funksiya sıfırdır, yəni funksiya yoxdur. Bu qədər izləyicilər. Əgər video sizin xoşunuza gəldisə, bəyəndisə, kanala abunə olub bəyənməyi unutmayın.